Sənin üçün Qurban Bayramı nədir? Sadəcə ət paylaşmaq, yoxsa daha dərin mənası var? Gəlin biraz geriyə gedək. Bu bayramın əsası İbrahim Peyğəmbər əleyhissalamın zamanına gedib çıxır. Rəvayətə görə Allah Taala İbrahim Peyğəmbər əleyhissalamla bir əmr edir. Ən sevdiyini, yəni oğlunu ona qurban gətirsin. Ağla sığmaz bir sınaq. Amma o bu əmri yerinə yetirməyə hazır olur. Və Allah Taala axırıncı bir məqamda ona bir qoç göndərir və insanlıq üçün çox böyük bir dərs qoyur. Yəni sınaqlar çox çətin ola bilər, amma səmimi iman hər şeydən daha üstündür. Bu hadisə təkcə dini bir məna daşımır. Bu fədakarlığın, bu inamın, bu paylaşmanın bir simvoludur. Azərbaycanda Qurban Bayramı təkcə dini deyil. Bu həm də bir millətin adət-ənənəsinə çevrilir. Səhərdən ailələr bir yerdə toplanır, qurbanlar kəsilir, kasıblara və ehtiyacı olanlara ət paylanılır. Amma bu bayram təkcə ət paylamaqla deyil. Bu bayramda sən öz nəfəsindən bir parça kəsirsən. Egondan, tamahından, biganəliyindən sən paylaşırsan və bu sənə insan olduğunu hatırladır. Bir dostun qapısını döymək, tanımadığın birinin süfrəsini zəngin etmək. Bax, budur Qurban Bayramı. Elə ona görə də bu bayram keçmişi yad etmək, bugünü dəyərləndirmək və sabaha ümidlə baxmaq deməkdir. Və əgər bu ildə qurban kəsmisənsə, Allah qəbul eləsin. Amma unutma ki, əsas bu bayramda bıçaq yox, əsas bu bayramda elə ürəkdir. Sağ olun. Qurban Bayramınız mübarək olsun.